İndiki dövrdə biz elə valideynlərə rast gəlirik ki, həqiqətən onların ancaq adları valideyndir. Valideyni bəziləri aparıb qocalar evinə qoyur və yaxud da ki, heç ona yardım, diqqət göstərmir. Onu gözləmədən, o səndən nəyisə istəmədən sən valideynin ehtiyaclarını təmin eləməlisən. Allahdan sonra mövcudluğumuzun əsas səbəbkarı valideynlərimizdir. Valideynin qulluğunda durmağın özü də bir ibadətdir. Öz həyatını bizə verən bir ana üçün, öz həyatını bizə verən ata üçün niyə yeri gələrsə biz öz həyatımızdan imtina eləməyək ki? Doğrudur. Gündə insan 5 dəfə Allaha ən azından ibadət edib namaz qılırsa, bir 5 dəfə olmasa 3 dəfə də öz valideynini yadına salmalıdır. Necə olduqda biz əsil ata, əsil ana adını qazanırıq? Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı efirdədir. Bugün valideynə hörmət mövzusunu müzakirə eləyəcəyik. Qonağımız İslamşünas, alim Tural İrfandır. Tural müəllim, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Təşəkkür ederim. Tural müəllim, İslam dini bəşəriyyəti tənzimləmək üçün uca yaradan tərəfindən göndərilmişdir. İslam istəyir ki, insan özünü yetişdirdiyi kimi başqalarını da yetişdirsin. Bu baxımdan ailənin əhəmiyyəti ön plana çıxır. Əlbəttə ki, ailədə əsas fiqurlar valideynlərdir. İslamda valideynə münasibət nədən ibarətdir? Quranın ayələrində, bizim Peyğəmbərimizin hədislərində bu məsələyə hansı münasibət bildirilmişdir? Təşəkkür edirəm sualınıza görə. Çox həqiqətən önəmli bir mövzudur. Valideyn-övlad münasibətləri İslam dinində. Təbii ki, İslam dininin qeyd etdiyiniz kimi əsas məramı, məqsədi birinci kamil insan yetişdirməkdir. Kamil insan da şübhəsiz ki, cəmiyyətə öz faydası ilə, fərdi funksiyası ilə əlaqədar, eyni zamanda onunla paralel cəmiyyətə də böyük töhfələr vermək məqsədi daşıyır. Şübhəsiz ki, müqəddəs kitabımız olan Quran-ı Kərimdə də bu ümdə məsələ ilə bağlı deməli, aidiyyəti üzrə ayələr var. Allahın tövsiyələri, əmrləri, buyruqları var. Ailə münasibəti, ümumiyyətlə övlad valideyn, valideyn-övlad münasibətləri İslam dinində çox deyək, ümdə prinsiplərdən biridir. Mən o cümlədən burada Quran-ı Kərimdən bir neçə ayələri qeyd etmək istərdim. Əlbəttə. Əl-İsra surəsinin 23-24-cü ayəsində məsələn valideynə qarşı davranışın çərçivəsi göstərilir. Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən yetkin çağına çatarsa, onlara uf belə demə. Onların üstünə qışqırma və onlara xoş söz söylə. Onların üzərinə rəhmət qanatlarını gərib təvazükarlıqla, ey Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi sən də onlara rəhm et, söylə. Bu, Allahın bəndələrinə, insanlara tövsiyəsidir, valideynlərə qarşı olan münasibətinin çərçivəsidir. Eyni zamanda ananın, valideynin ümumiyyətlə xüsusilə də bu ananın çəkdiyi əziyyətlər, o övladı dünyaya gətirməsi, onu bətnində qoruyub saxlaması və sonra onu böyütməsi, süd verməsi, tərbiyə verməsi, hətta bu məsələlər detallı şəkildə Quran-ı Kərimdə izah olunur ki, müəyyən mənada insanların o hisslərini bir qədər, necə deyərlər, qabarsın. O cümlədə, məsələn, Allahla bərabər tutaq ki, təbii ki, burada Allaha şərik qoşmaq mənasında yox, hətta Quran-ı Kərimdə şükr etmək ifadəsi işlənibdir ki, yəni Allaha şükr edilir, bir də valideyninizə şükr edin. Valideynə yaxşılıq etmək ön plana çəkilir. Yəni, o əmrlər, tövsiyələr qəbilindən ki, sıralanır, filan şey, deyək ki, icra olunmalıdır, filan ibadət yerinə yetirilməlidir. Məhz həmin kateqoriyada valideynə hörmət və yaxşılıq maraqlıdır ki, ön plana çəkilir. Yəni, Allaha ibadətdən sonraki mərhələdə qeyd olunur. Sizin də həqiqətən o birinci İsra surəsində qeyd etdiyiniz kimi Allaha ibadətdən sonra valideynə itayətin göstərilməsi bir daha ona dəlalət edir ki,
dində ibadət nə qədər əhəmiyyətlidirsə, valideynə hörmət göstərmək, valideynə itayət göstərmək, valideyni valideyn kimi qəbul etmək əlbəttə bu qədər əhəmiyyətlidir. Vüsal müəllim, üzr istəyirəm, sözünü kəsirəm. Qeyd etdiyiniz məsələ hətta ibadətlər kateqoriyasına daxil olubdur. Bəli. Yəni mən də öndə qeyd edəcəyim bir çox hədislər var ki, orada da qeyd olunur ki, hətta valideynin üzünə baxmağın özü, təvazökarlıqla, mərhəmətlə valideynə baxmağın özü belə ibadətdir. Bəli. Və düşünürəm ki, valideynlərin çəkdiyi zəhmətin bizə verdikləri tərbiyənin nəticəsidir ki, yaxud bizi dünyaya Allahdan sonra, bizim dünyada Allahdan sonra varlığımızın səbəbkarları olduqları üçündür ki, Qurani Kərimdə onlara bu qədər böyük əhəmiyyət verilmişdir. Şübhəsiz. Valideyn adi persona, adi şəxs deyildir ki, Təbii. o bu qədər ehtirama layiq görülsün. Tural müəllim, əlbəttə ki, biz valideynlərimizə itayət etməliyik. Təbii ki, təbii ki. Valideynlər bizim üçün əhəmiyyətlidirlər. Valideyn-övlad münasibətləri tarixən müqəddəs münasibətlər olub və o münasibətlər qorunub saxlanılmalıdır. Və əlbəttə müsəlmana həm də Allaha itayət etmək əmr olunur. Əgər bir valideyn öz övladını dinə yaxud əxlaqa zidd bir əməl etməyə vadar edərsə, bu vaxt biz belə situasiyalarda öz valideynlərimizə hansı münasibəti bəsləməliyik? Aydındır. Bu məsələdə də qeyd olunduğu kimi şübhəsiz ki, Allah Teala Qurani Kərimdə öz meyarlarını göstərir. Yəni valideynə hansı sərhədlər çərçivəsində itayət və hörmət olunmalıdır. Mən burada həmin ayələri də qeyd etmək istərdim. Demək, Qurani Kərimin Ənkabut surəsinin 8-ci ayəsində valideynə itayətin sərhədləri göstərilir, çərçivəsi göstərilir. Əgər valideyn Allaha şərik qoşmağa əmr edərsə, onlara artıq bu mövzuda itayət edilməyəcəyini bildirir. Amma yenə də valideynlə təvazökarlıqla və mərhəmətlə davranılmalıdır. İtayət etməmək, hörmətsizlik etmək demək deyil. Bunları ayırmaq lazımdır. Bəli. Məsələn, ayədə buyurulur, Ənkabut surəsi 8-ci ayə. Biz insana, ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Əgər onlar bilmədiyim bir şeyi mənə, yəni Allaha şərik qoşmağın üçün çalışsalar, onlara itayət etmə. Yəni, Allaha şərik qoşmaq, yenə Qurani Kərimin digər ayəsində buyurulur ki, böyük bir zülm hesab olunur. Çünki o şirkin mənfi nəticələri olur ki, elə valideynin özü də bundan əziyyət çəkə bilər. Ancaq müxtəlif bilməməzlik, deyək ki, və başqa səbəblərdən deyək ki, ola bilir bəzən valideynlər övladı yanlış istiqamətdə, yəni yanlış bir əqidəyə, təbii ki, o pislik mənasında yox, doğru hesab etdiyi üçün bəlkə də o yola təşviq edir, ancaq onda valideynə itayət etmək olmaz. Yəni, Allaha şərik qoşmağa, Allaha üsyankarlığa dəvət eləyərsə, valideynə o zaman itayət etmək. Tural müəllim, bəzən bəzi dindarlar Qurani Kərimin itayət etmə sözünü sanki valideynə qarşı çıx, valideynlə kobud danış, valideynə səsini qaldır kimi başa düşürlər. Halbuki Quran deyir ki, əgər ata-anan sənə pisi yaxud haramı əmr eləyərsə, sadəcə deyən, anam, mən bunu etmirəm. Bəli. Axı, başqa ayələrdə də Allah deyir ki, onlara uf belə demə. Şübhəsiz ki. Deməli, fikrimcə, valideyn nə qədər yaxşı olmayanı uşağına əmr eləsə də, heç bir halda uşağın valideyninə səsini qaldırması olmaz. Təbii ki, doğrudur. Övladın öz valideyninə zoraki formada, kobud formada etiraz eləməsi yol verilməzdir. Sadəcə anam, atam, mən bunu etməyəcəyəm deməsi kifayətdir. Çünki İslam ədəbərkan dinidir. İslam bizimlə valideynlərimizə qarşı ədəblə davranmağı əmr eləyən bir dindir. Mən hədisdə oxumuşam, deyir ki, Peyğəmbər deyir ki, istəyirsinizmi mən sizə 3 ən böyük günahı deyim. 3 ən böyük günahı deyim. Bunu 3 dəfə təkrarlayır. Həmin o 3 böyük günahın içərisində valideynin üzünə ağ olmaq göstərilir. Doğrudur. Üz ağ olmaq göstərilir. Nədir bu ağ olmaq? Valideynə qışqırmaq, valideynlə kobud danışmaq, valideyni köməksiz qoymaq. Heç bir halda biz
valideynin üzünə ağ olarkən əsaslandıra bilmərik ki, valideyn mənə dedi ki, məsələn, filan şey et. Sadəcə gözəl formada, əziz anam, əziz atam, mən bunu edə bilmərəm. Nəzakətlə, mehribanlıqla bunu etmək lazımdır. Belə bir sual var, Tural müəllim. Bəzən deyirlər ki, biz valideynlərimizə, xüsusən anamıza həddən artıq çox xidmət göstərdiyimizdə, onun qarşısında son dərəcə fədakar olduğumuzda, arzularımızdan keçdiyimizdə, öz həyatımızdakı planlarımızı valideynlərimizə görə bir qırağa qoyduğumuzda, sanki özümüzü unutmuş oluruq, öz hüquqlarımızı tapdalamış oluruq. Valideynlərin hüquqları ilə fərdin hüquqlarının kəsişməsi hardadır? Harda valideynin hüququ başlanır, harda valideynin hüququ qurtarır? Yoxsa burada valideynlərə müstəsna imtiyaz mı tanınıb? Doğrudur. Yəni, İslam dinində bilirsiniz ki, bütün bu kimi məsələlərin öncə Quran-ı Kərimdə və sonra da Həzrət Peyğəmbərin hədislərində tənzimlənməsini biz görürük. Bu da sosial həyatın bir tərkib hissəsidir. Şübhəsiz ki, İslamda insanların hüquqları necə deyirlər, tapdalanmır və məhdudlaşdırılmır və bir-birinə münasibət zamanı da bunlar hamısı nəzərə alınır. Bir müsəlmanın həyat yoldaşına qarşı və yaxud da ki, ata-anasına, valideyninə, digər cəmiyyət üzvlərinə qarşı o mükəlləf olduğu vəziyyətdə deməli, hüquqları məhdudlaşdırılmır. Şübhəsiz ki, bu tarazlıq şəraitində olmalıdır. Burada tək maddi məsələlərdən söhbət getmir ki, təbii ki, valideynə bu sarıdan da yardım, kömək, dəstək etmək lazımdır və bu da önəmlidir. Mənəvi dəstəkdən, dayaqdan söhbət gedir və eyni zamanda bu da bir çərçivədə olmalıdır. Bu elə bir vəziyyətdə olmalıdır ki, nə valideynlər sanki övladın hüquqlarını məhdudlaşdırmış olmasın, nə də övladlar valideynə nankor çıxmış olmasın. Bu tarazlıq şəraitində olmalıdır. Şübhəsiz ki, burada dinimizin də mənəvi yöndən göstərişləri, tövsiyələri var. Eyni zamanda ümumbəşəri dəyərlər var ki, bu demək olar ki, bir çox dinlərdə də bir ortaq müştərək dəyər şəklində artıq gəlibdir meydana və həmçinin bir ümumi insani dəyərlər var ki, bu belə deyək, bir yazılmamış qanunlarda var. İnsan valideyn münasibəti, valideyn bu tək insanlarda deyil, bu ümumiyyətlə əksər canlılarda da var ki, valideyn, övlad, valideyn yəni ana, bala, uşaq arasında yəni münasibətlər. Hər halda mən düşünürəm ki, burada deyək ki, müəyyən nöqsanlar ola bilər ki, bəzən o cür düşünəndən də olur ki, valideynin hansısa məqamda tələbləri çox olur və yaxud da deyək ki, valideyni bəziləri aparıb qocalar evinə qoyur və yaxud da ki, heç ona yardım, diqqət göstərmir. Yəni, bu şəkildə də kobudcasına olmamalıdır. İndi ola bilər müəyyən imkansızlıq ucbatından, müəyyən deyək ki, işlə bağlı, çətinliklərlə bağlı övlad hansısa məqamda valideynin daha çox tələbləri qarşısında aciz qalsın. Yəni, bunu da deyək ki, bir qəbahət kimi, bir günah kimi dəyərləndirmək lazım deyil. Yəni, nadir hallarda belə balansın pozulması mən düşünürəm ola bilər, amma əksər vaxtlarda şübhəsiz ki, dinin hökmlərini, Quran buyruqlarını, Peyğəmbər tövsiyələrini nəzərə aldıqda mən düşünürəm ki, elə hallar baş verməz. Tural müəllim, tamamilə doğrudur. Fikrimcə, söhbət valideynin qayğısına qalmaqdan, Bəli. Onu himayə etməkdən, onu, məsələn, axıldır, yaşlıdır, ona baxmaqdan gedirsə, bəli, biz övladlar yeri gələrsə şəxsi rahatlığımızdan imtina etməyi bacarmalıyıq. Təbii ki. Müəyyən hüquqlarımızdan imtina etməyi bacarmalıyıq. Çünki Allahdan sonra mövcudluğumuzun əsas səbəbkarı valideynlərimizdir. Onlar cavanlıqlarının ən yaxşı illərini bizi böyütməyə həsr ediblər. Bizə tərbiyə ediblər. Analarımız bizi bətinlərində 8 ay daşıyaraq nə əzab, əziyyətə tuş gəliblər. Sonra bizi yatızdırmaq üçün, bizi böyütmək üçün gecələrini, gündüzlərinə qatıblar. Əlbəttə, öz həyatını bizə verən bir ana üçün, öz həyatını bizə verən ata üçün niyə yeri gələrsə biz öz həyatımızdan imtina eləməyək ki? Doğrudur. Həyat qarşılıqlı fədakarlıqdan ibarətdir. Bəli, siz doğru dediniz. Bəzən elə olur ki, valideynə baxmaqdan söhbət getmir. Valideyn sağlamdır. Onun bəzən özünə məxsus tələbləri ola bilir. Özünə məxsus dünya görüşü ola bilir. Bu, övladının inkişafına, xoşbəxt olmağına maneə yarada bilir. Əlbəttə, belə olduqda övlad nəzakətlə, mehribanlıqla ata-anasına
o davranışlarının doğru olmadığını da gözəl şəkildə izah eləməlidir. Əlbəttə ki, Tural müəllim, indi elə bir dövrdə yaşayırıq ki, yeni nəsillər meydana çıxıb. Bioloji olaraq eyni insanlarıq, amma düşüncə olaraq fərqliyik. Üstəlik bu cür fərqli düşüncəyə sahib şəxslər eyni ailədə olur. Məsələn, valideynlərlə övladlar arasında nəsil fərqi, həyat tərzi, dünya görüşü sarıdan ciddi fikir ayrılıqları yarana bilir. Əlbəttə ki, bax, belə bir ailələrdə ailə daxili sabitliyin, övlad valideyn münasibətlərinin qorunması üçün İslam hansı tövsiyələri bizə təqdim edir? Aydındır. Demək ki, o bayaqki məsələyə bir qədər də münasibət bildirmək istərdim ki, əqidə fərqliliyi, yəni tutaq ki, etiqadla itaət, necə deyirlər, fərqli məsələlərdir. Tutaq ki, Quran-ı Kərimdə Həzrət İbrahim Peyğəmbərin atasının fərqli bir əqidədə olduğundan bəhs olunur. Ancaq İbrahimin Peyğəmbərin bütpərəstliyin əleyhinə olduğu göstərilir və əqidə fərqləri burada nəzərə çarpır. Ancaq bununla paralel olaraq İbrahim Peyğəmbərin öz atasına necə mərhəmətlə və nəzakətlə davrandığını, müraciəti ey atacığım deyir. Ey atacığım deyərək ona müraciət etdik. Bax, bunun özü bir nümunədir. Sonra Həzrət Peyğəmbər İslamı gətirəndə məlumdur ki, həmin dövrdə yaşayan səhabələrin böyük əksəriyyəti, demək olar ki, çoxunun valideynləri təbii ki, o dövrün xarakterik olaraq ənənəvi dininə, bütpərəstliyə sitayiş edirdi. Yəni, əqidə fərqləri var. Hətta bir çoxları dindən dönmədilər də. Ancaq bir dənə də olsun İslam tarixində fakt yoxdur ki, Həzrət Peyğəmbərin səhabələrindən kimsə müşrik olan və yaxud da ki, müsəlman olmayan valideyninə qarşı filan hörmətsizlik etdi, valideyni apardı, bir kənara tulladı, ya neynədi. Yəni, belə bir nümunə, belə bir fakt yoxdur. Ona görə ki, İslam dininin tövsiyəsi, əmri bu istiqamətdədir. Məsələn, Allahın haram və buyruqları sadalandığı ayələrdə buyurur ki, Ənam surəsinin 151-ci ayəsində gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyun, ona heç bir şeyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin. Yəni, təbii ki, Allaha şərik qoşmamaq əmr olunur və bunun müqabilində dərhalda valideynə yaxşılıq etmək tövsiyə olunur. Görün, bu nə dərəcədə ümdə və vacib məsələdir ki, Allah birbaşa bunu özünə aidiyyatı olan məsələlərdə deməli, nümunə gətirir. Və yaxud da Nisa surəsinin 36-cı ayəsində buyurur ki, Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ata, anaya, qohum, əqrabaya, yetimlərə, kasıblara yaxşılıq edin. Yəni, bu eyni zamanda sosial nizamın tənzimlənməsi üçün, eyni zamanda övlad valideyn məhəbbətinin və mərhəmətinin meyarları üçün, bax, bu insani dəyərlər Quran-ı Kərimdə demək, öz əksini tapmışdır. Tural müəllim, Viktor Hugo'nun məşhur Səfillər əsərində dünyaya gətirdikdən sonra öz uşaqlarını atan analardan danışılır. Hugo haqlı olaraq onları ana sözünün qrammatik cəmindən başqa bir şey deyirlər deyə təsvir edir. İndiki dövrdə biz elə valideynlərə rast gəlirik ki, həqiqətən onların ancaq adları valideyndir. Bir valideyn o vaxt valideyn adını qazanır ki, o övladını hələ dünyaya gəlmədən ona qayğı ilə yanaşır. Övladına özü baxır. Övladını dayələrin əlinə vermir. Övladına yaxşı təhsil verir. Övladına baxmağı, ona tərbiyə verməyi karyera qurmaqdan üstün tutur. Belə olduqda bu valideynin öz övladından hansısa naxoş əməl gördükdə danışmağa dili olur. Danışmağa haqqı çatır. Mən sənin ananam. Mən sənin üçün bunlar etdim. Bunları sən heç mi görmədin? Bax, bu cür valideynlər müəyyən sayda da olsa, Azərbaycan cəmiyyətində biz onlara rast gəlirik. Onlara tövsiyələriniz nə olardı? Həqiqi valideyn olmaq nədir? Bəli. Necə olduqda biz əsl ata, əsl ana adını qazanırıq? Birinci növbədə bu məsələdə təbii ki, müəyyən qədər maarifləndirmənin, savadın, təhsilin də rolu çox böyükdür. Əksərən elə işləri bir qədər bu təhsildən, savaddan kənar insanlar və yaxud da o cəmiyyətdə olanlarda bu şeylər çox mütəmadi şəkildə müşahidə olunur. Və ələl-xüsus da ki, bizim dinimizin bax bu dəyərlərini bilməməzlikdən gəlir. İslam dinində ana
bioloji varlıq deyil təkcə. Yəni bioloji varlıq deyirik, bəlkə belə heyvanlara təhqir kimi çıxarır. Bəzən heyvanları biz görürük ki, onlar balasına yaxud da balası anasına hansı qayğını göstərir. Yəni insan üçün bu bir növ xəcalətdir ki, yəni bioloji bir varlıq kimi öz anasına bunu bir maşın kimi, həyat istehsal edən bir maşın kimi baxsın buna. Bu qəbahət bir məsələdir. Yəni bu tək bir fiziki anlamda ətqandan ibarət deyil ki, insan övladı və yaxud da onun necə deyirlər, anası, valideyni. Allah görürsünüz Qurani-Kərimdə hansı ayələrlə, nə şəkildə formada onun həssaslıqla bu qeyd edir valideyn-övlad münasibətini. Ona görə birinci növbədə bizim o valideynlərimiz, o atalarımız, o analarımız övladlarını o şəkildə etməməlidirlər. Bu bəzən düzdür, müşahidə olunur. Dünyaya uşaq gətirib onu aparıb zibilliyə atan da var, yetimlər evinə qoyanlar da var və s. Bunlar təbii ki, məhdud sayda olsalar da ancaq cəmiyyətə mənfi örnek olan məsələlərdir. Bu cür insanlara tövsiyə edərdim ki, ancaq öncə Allahın dininə, bu məsələlərə, bu dəyərlərə bir diqqət göstərsinlər. Qurani-Kərimə baxsınlar və necə deyərlər, ümumiyyətlə kainatın özü də bir kitabdır ki, Həzrət Peyğəmbərə Allah Quranda buyurur, oxu. Yəni o oxumaq, yazmaq bilməyədiyi rəfədə ona oxu əmrinin verilməsi kainatın, aləmin, insanın özünü oxumasına bir əmri idi. İnsan elə həyatı oxusa, kainatı oxusa, necə deyirlər, bu yazılmamış qanunlar oxusa da özü bilər ki, uşağı aparıb tullamaq nədir? Uşağın yaxud da ki, tullasa da belə sonradan öz valideyninə qarşı çıxması nədir? Ola bilər, indi həyatın elə bir təzadları var ki, valideyn müəyyən vaxtı nankorluq eləyibdir, övladını aparıb yetimxanaya qoyub, yəni eləyib. İndi bu demək deyil ki, övlad da boya başa çatdıqdan sonra valideynindən intiqam almalıdır. Buna da bir nümunə. Dində bilirsiniz ki, Peyğəmbərlərin özlərinin həyatı elə insanlar üçün nümunədir. Bilirsiniz, Həzrət İbrahim Peyğəmbər öz övladı İsmaili və onun anasını körpə yaşında uzaq bir coğrafiyaya aparıb tərk etməli olubdur. Bunun da bir ilahi hikməti var. Məgər İsmail Peyğəmbər sonra atasına dedimi ki, sən məni niyə apardın, səhraya tulladın? Və yaxud da ki, əksinə atası ilə fəxr edirdi və yaxud da ki, bu əksinə olmadı bu hadisələrdə. Ona görə bunların bir növü mahiyyətində bir hikmət də var. Bəlkə insanın dözümlü olmaq üçün, səbir olmaq üçün. Peyğəmbərimiz özü də körpə yaşından yetim qalıbdır, bilirsiniz. Yəni, bu baxımdan ki, Quranda da buyurur ki, sən yetimkən Allah sənə sahib çıxmadı mı? Yəni, hər kəsin, bəşəriyyətin ümumiyyətlə Allahın nəzarətindədir, Allahın idarəçiliyindədir. Ona görə bu şeylər təbii ki, mənfi hallardır, bunlar olmamalıdır və bu şeylərin baş verməməsi üçün də mən tövsiyə eləyərdim ki, bu cür insanlarımız bizim müqəddəs kitabımız Qurani-Kərimə bərk yapışsınlar və onun bu cür mənəvi dəyərlərindən uzaqlaşmasınlar. Tural müəllim, əlbəttə ki, siz çox yaxşı bir məqama diqqəti çəkdiniz. Valideyn olmaq bioloji məsələ deyildir. Valideyn olmaq mənəvi məsələdir. Və bu mənəvi adı qazanmaq lazımdır. Əlbəttə ki, eyni zamanda siz qeyd etdiniz ki, mümkündür ki, bu və ya digər övlad valideynindən lazımı qayğını görməyib. Amma nə olursa olsun valideynə qarşı onun kimi davranmaq düzgün olmazdı. Bizim dinimiz bizə sənə pislik eləyənə sən də pislik et demir. Əksinə, sənə pislik eləyənə sən yaxşılıq etsən, onu dost görərsən deyir Qurani-Kərim. Və fikrimcə valideynlərimiz, indiki dövrdə valideynlərimiz ailəyə fədakarlığı, mehribanlığı, vaxt keçirməni, birlikdə olmanı daxil etməlidirlər. Övlad valideyni ilə nə qədər iç-içədirsə, ondan nə qədər çox fədakarlıq görürsə, mehribanlıq görürsə, istər-istəməz sövqi təbii olaraq, yəni instinktiv olaraq o böyüdükdə bu böyük yaxşılığı ata-anasına əlbəttə ki, qaytarmağa çalışacaqdır. Tural müəllim, təəssüf ki, bəzi insanlar valideynlərinə yalnız müəyyən günlərdə, yaxud xüsusi hallarda diqqət göstərirlər. Ancaq, məsələn, valideynlərini onların ad günündə yada salırlar, yaxud 8 mart Beynəlxalq Qadınlar Bayramı günündə onlar valideynlərini xatırlayırlar, yaxud kişilərlə əlaqəli olaraq ordu günündə ata yada düşür. Bu cür övladlara sizin sözünüz nə olardı? Yəni, valideyn ancaq müəyyən günlərdə xatırlanmağa layiqdirmi?
yoxsa daha çoxuna layiqdir? Təbii ki, daha çoxuna layiqdir. Bayaq qeyd etdiyimiz ayələrdə də Allah Taala özünə şükr etməklə yanaşı, valideynə şükr etməyi də tövsiyə edirsə, demək gündə insan 5 dəfə Allaha ən azından ibadət edib namaz qılırsa, bir 5 dəfə olmasa 3 dəfə də öz valideynini yadına salmalıdır. Deməli, bu da bir ilahi əmrdir. Və burada mən bir hədis qeyd etmək istəyirəm. İmam Cəfər Sadiqdən bir buyruq var. Qeyd edir ki, valideynə yaxşılıq etmək odur ki, onlarla gözəl davranasan və ehtiyacları olduğunu dilə gətirmədən öncə onları təmin edəsən. Yəni, gözləməyəsən ki, valideyn sənə zəng vursun, çağırsın, hansısa nəyisə səndən istəsin, tələb etsin, yox. Yəni ki, onu gözləmədən, o səndən nəyisə istəmədən sən valideynin ehtiyaclarını təmin eləmir. Bir nümunə deyim sizə, 2012-ci ildə Səudiyyə Ərəbistanının Əl-Qasim şəhərində belə bir hadisə baş veribdir. 100 yaşlı anasının 2 övladı məhkəməyə müraciət ediblər. Anaya baxmaq üstündə ki, qazı, yəni məhkəmə bunu aydınlaşdırsın ki, burada övladlar ixtilaf eləyib. Biri deyib, mənim yanımda qalmalıdır. Fəzilət qazanmaq üçün, savab qazanmaq üçün. İndi Allah göstərməsin, bəzi adamlar mülk üstündə anasını, dədəsini məhkəməyə verir. Ancaq görün ki, belə nümunələr də var dünyada. Müsəlman ölkəsində belə bir hadisə baş verib. Yəni, məhkəməyə müraciət ediblər ki, bu ixtilaf eləmişik. Mən deyirəm, hansı ölkədə baş verib? Səudiyyə Ərəbistanının Əl-Qasim vilayətində 2013-cü il təxminən o civarda olubdur. Məhkəməyə müraciət edir. Təbii ki, ananın 100 yaşı olarkən övladın da yəqin ki, 80 yaşı olubdur, 70 yaşı olub belə. Bunlar məhkəməyə müraciət ediblər ki, anamıza da bir kiçik qardaş deyir, mən baxmalıyam, böyük də deyir, mən baxmalıyam. Uzun sürə bu məhkəmə prosesi davam eləyib də, bu da biraz qəribə bir mövzu məsələdir. Axırda bu çətinlikdən sonra nəsə hakim kiçik qardaşa ananın verilməsinə qərar veribdir. Bu da nəyə görə? Böyük qardaşının, Hizam adlı böyük qardaşının yaşının daha çox olması və xəstəliklərinin olması ki, o əziyyət çəkər və yaxud da ki, müəyyən məsələlərdə qayğı göstərənməz. Yəni, bu seçkilik baxımından yox. Hətta qeyd edir ki, məhkəmədə deyir, o göz yaşını saxlaya bilməyib ki, mən anama qulluq etmək fəzilətindən təəssüf ki, məhrum oldum. Görün, insanlar, yəni, belə insanlarımız da var dünyada ki, anasını baxmaq üçün 2 qardaş məhkəməyə müraciət edir. O deyir, mən qulluq eləyib baxmaq istəyirəm. Bu da deyir, mən baxmaq istəyirəm. Amma nə yazıq ki, bizdə bəzən elə hadisələr baş verir ki, məhkəməyə verir, bu deyir, mən də baxmaq istəmirəm, o da baxmaq istəmir. Aparıb qoyulur qocalar evinə. Yəni, bax, bu şeylərdən də bir nümunə götürmək lazımdır ki, dünyada, həyatda, necə deyərlər, bax, belə şeylər də var, sizin belə hadisələr sözünüzə də var. qüvvət, hələ Peyğəmbərimizin dövründə böyük səhabə Həzrət Ömərin oğlu Abdullah həcdə ikən görür ki, bir Yəmənli anasını kürəyinə yükləyərək təvaf edir. Deyir ki, axı bu sənin üçün çox çətindir. Deyir, o məni həyatı boyu kürəyində daşıyıb. Bir neçə gün ərzində mən onu daşıya bilmərəmmi? Hər kəs bilsə də bu Yəmənli usanmayacaqdır deyə cavab verir və anasını kürəyinə bağlayaraq orada o deməli ibadəti yerinə yetirir. Məlum olur ki, o anasını ibadət etmək üçün gətirməyib. Əksinə, o bura ibadətə gələrkən anası evdə qayğısız qalar deyə bu addımı atıb. Nə böyük nümunə. İnsanlar, yəni, bəzən görürsən ki, müəyyən məsələlər arasında düzgün seçim edə bilmirlər. Sözünüzə qüvvət, Elvüsal müəllim, bir şey də əlavə edeyim ora. Bilirsiniz, İslam tarixində Üveys Qarani Həzrətləri, yəni o Yəməndə Peyğəmbərimizə iman gətirmiş bir şəxs idi, amma onu görmək ona nəsib olmadı. Nə üçün? O yaşlı bir anasına qulluq eləyirdi, dəvə çobanı idi və anasından icazə alaraq Yəməndən Mədiniyə Həzrət Peyğəmbərimizi görməyə gəldi. Ancaq o icazə müddəti bitdiyinə görə və Peyğəmbər də səfərdə olduğuna görə görə bilmədi. Hətta Peyğəmbəri görməkdən belə məhrum oldu ki, qayıdıb anasının verdiyi sözü yerinə yetirsin ki, o müddət başa çatınca qayıtsın. Yəni, bax, belə nümunələrdən şübhəsiz ki, nümunə götürülməlidir, anaya qarşı örnək ehtiram. götürülməlidir. Yaxud bir şəxs gələrək bizim Peyğəmbərimizə deyir ki, ey Allahın elçisi, mən yaxşılıq etmək istəsəm, kimə edim? Bəli, 3 dəfə Peyğəmbərimiz deyir ki, anana. Anana, yenə anana. Deyir ki, sonra kimə eləyim? Deyir, yenə anana yaxşılıq elə. Deyir, ey Allahın elçisi, daha sonra kimə eləyim? Deyir, yenə anana elə. Deyir ki, bundan sonra kimə eləyim? Deyir, atana. Ananın yeri belədir. Ümumiyyətlə, ana səni təmənnasız sevən varlıqdır. Təbii ki. Hər kəs ətrafında olanlar bir təmənna ilə səni sevirlər.
Sən əsəbləşəndə sənə əsəbləşirlər, sən sevəndə səni sevirlər. Övlad da belədir, həyat yoldaşı da belədir. Amma ana yeganədir ki, səni təmənnasız sevir. Ona görə Türkiyəli məşhur psixoloq deyirdi ki, anan yoxdursa kiminsə yoxdur. Bəli. Yəni, həqiqətən də anadan gördüyü qayğını insan heç kimdən görmür. Şübhəsiz. Və üstəlik, biz bəzən valideynlərimizin üzünə müəyyən formada ağ ola bilirik. Ya gec cavab veririk, ya kobud cavab veririk, ya cavab qaytarırıq. Bunun nə qədər ağırlı hərəkət olduğunu özümüz valideyn olduğumuzda və övladlarımız eyni hərəkəti bizə etdikdə hiss edirik. Və başa düşürük ki, onda anamız, atamız hansı hissləri keçirib. Bəlkə də həmin vaxt çox gec olur. Anamız, atamız həmin vaxt həyatda olmur. Nə qədər ki, həyatdadırlar, əlbəttə ki, onların biz qeydinə qalmalıyıq. Sözünüzə qüvvət, elə Həzrət Əlinin o yöndə, istiqamətdə bir sözü var. Buyurur ki, valideynlərinə hörmət edən şəxs övladlarından da eyni hörməti görər. Yəni, valideynə qarşı necə davranırsansa, necə deyirlər, övladların da sənə qarşı o cür davranacaq. Həzrət Peyğəmbər cihada gedərkən bir nəfər gəlir ki, cihada getsin, buyurur ki, sənin valideynlərin sağdırmı? Deyir, bəli, sağdır. Yaşlı valideynlərin var, deyir, get sən onlara xidmət edə, elə sənin onlara xidmət etməyin özü bir cihaddır. Və yaxud Həzrət Peyğəmbər bir gün gördülər, çox həyəcanlı halda burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürünsün dedi. Sual etdilər, ya Rasulallah, kimin barəsində deyirsən bunu? Deyir, valideyninə qayğı göstərməyib, hörmətsizlik edərək cənnəti əldən verən kişi üçün deyirəm. Təsəvvür eləyin, yəni deməli, valideynə qayğı göstərmək, valideynin qulluğunda durmağın özü də bir ibadətdir. Bəzən bir cür sıralayırlar ki, sanki ibadətlər ancaq namaz qılmaq, ayin xarakterli olan işlərdir. Əslində belə deyil. İbadət tək namaz, oruc, zəkat deyil. Şübhəsiz ki, bunlar da vacib ibadətlərdir. Ancaq bax, bu kimi sosial məsələlər, valideyn, övlad münasibətləri, cəmiyyətdə olan digər aktual mövzularla bağlı möminin, dindar insanın, ümumiyyətlə imanlı şəxsin davranışları və hərəkətləri də əksəriyyəti ibadət qəbilindəndir. Madam ki, biz İslam kontekstində valideynə hörmətdən və yaxud valideyn məsələsindən danışırıq, Turan müəllim, əgər valideyn vəfat edərsə, övladın ondan sonra, yəni valideyn qarşısındakı hüquqları yenə davam edirmi və ya öhdəlikləri daha doğrusu davam edirmi? Şübhəsiz ki, davam edir. Yenə də valideyn hər zaman valideyndir. Vəfat edəndən sonra da insanın adi bir sənədində, vəsiqəsində də filan kəs oğlu yazılırsa, bu artıq onun valideynidir və bu tarixə də bu cür düşür. Bu baxımdan ümumiyyətlə vəfat etmiş valideynlərə dua etmək, bağışlanmasını diləmək, onların xatirəsini yad etmək və dinin, necə deyərlər, buyurduğu çərçivədə xurafata və mühümata uymadan, yol vermədən normal şəkildə onların xatirəsini qeyd etməkdir, sədəqə verməkdir, valideynin adına yaxşılıq etməkdir. Yəni, bu da bizim milli gələnəklərimizdə, necə deyərlər, tarixi örfümüzdə olubdur. Mən hətta bizim bölgələrimizdə tanıyıram ki, ağac əkiblər. Heç bir maddi imkanı çatmayan adam qovaq çınar ağacları əkib atasının adına. İndi məsələn altında gedib sərinləşəndə deyirlər, bu rəhmətli filankəsin çınarıdır. Filankəsin adına əkilmiş ağacdır. Bulaq çəkdiriblər, körpü çəkdiriblər, yol salıblar. İndi müasir dövrümüzdə yetim insanlar var, təhsil haqqını ödəyə bilməyən insanlar var. Nə bilim, bax, dediyimiz kimi qocalar evində əziyyət çəkən, bunlara elə yaxşılıq edib o valideyninə rəhmət qazanmağın özü həm ibadətdir, həm də valideynin xatirəsini də öldükdən sonra yaşatmaqdır. Yoxsa bəzən Elüsal müəllim aparıb bahalı daşlar qoyurlar, mərmər daşları, valideyn üçün, məsələn, qəbrinin üstündə israfçılığa yol verirlər. Onun nə valideynə bir xeyri var, nə də ki, başqa insanlara. Onun əvəzinə, bax, insanlara bu cür maddi, mənəvi qayğı göstərib rəhmət qazanmaq lazımdır valideynə. Çox sağ olun, Tural müəllim, gəldiniz. Təşəkkür edirəm. Maraqlı mülahizələrinizlə, maraqlı fikirlərinizlə bizim bu verilişimizin bu buraxılışına həqiqətən məna qatdınız. Minnətdaram sizə. Çox sağ olun. Çox sağ olun. Siz də sağ olun. Əziz tamaşaçılar, bugün biz ailələrimizdə yaxşı valideyn olmağı bacarsaq, övladlarımızı yaxşı valideyn olaraq, mənəvi dəyərlər əsasında düzgün tərbiyə edə bilsək, bir valideyn olaraq onların həyatına daxil ola bilsək, gələcəkdə onlar heç vaxt öz həyatlarından biz valideynləri çıxarmayacaqlar. Allaha əmanət olun.
Sağ olun.